bir ayədir ki, bəl əhyəun vələkin la təşurun. Yəni onlar diridirlər, siz onları nə etmisiniz? Şuur edə bilməzsiniz, dərk edə necə diridirlər. Ona görə Abdullah ibn Mübarək onu vəfat edəndən sonra tələbələrindən biri yuxusunda görür. Deyir ki, siz bərzəxdə necəsiz? Deyir ki, cəsədlərlə siz, yoxsa ruhlarla? Deyir ki, bəri ətil əcsəm. Deyir ki, cisimlər biraz uzaqdır bizdən. Necə ki, indi bədəni daha çox hiss edirsən, amma ruhu hiss eləmirsən. Bərzəxdə əksi olacaq. Ruhu daha çox hiss olunacaq, bədəni az hiss olunacaq, cisim. Amma qiyamət günü isə kamil şəkildə olacaq. Ona görə yəni kim ölürsə, yəni o şəhid müamiləsi aparılır o ilə. Amma Allah qatında şəhidlərdəndir, heç kim haqqında cəzm edə bilmərik. Deyə bilmərik. Nəyə görə? Çünki yəni İmam Buxari öz kitabında bab açıb və deyir ki, bəbun la yuqalu enne fulanan şəhid. Deyilməz ki, filan kəs adı ilə nədir? Şəhiddir. Ona görə Şeyx İbn Baz rahimehullah deyir ki, kim Allah yolunda öldürülürsə, biz deyirik ki, o şəhiddir. Ümumi olaraq. Amma biz bu ilə cəzm eləmirik ki, Allah qatında həqiqətən şəhidlərdəndir. Elə deyilmi? Ona görə bunu İmam Buxari deyib və o hədisləri gətirir, hansı ki, bir nəfər olur, Allah yolunda döyüşür və Peyğəmbər ona şəhid deyirlər. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem o şəhid deyil və axırda o nə edir? Öz nizəsini ürəyinə sancır, elə ölür. Yəni öz-özünü öldürür. Və biz bilirik ki, kim özünü öldürərsə o nədir? Cəhənnəm əhlindəndir. Yəni cəhənnəmə düşəcək əgər Allah onu bağışlamasa. Və bu, yəni bu üzərində ölən insan cəhənnəmə gedir.